Elə bilirlər gecə elə məsələn çatacaqlar Frankfurta, Berlinə aparırlar, atırlar bir dənə hansısa bir dənə kəndə, məsələn, orada nə bilim motorist işi zadı verirlər. Həmin adam da yığır zəng eləyir ki, "Ha, nə oldu? Bəs mən Almaniyaya gəldim, mən burada gözləntim bu deyildi." Yəni adam gözləyirdi ki, yəqin gəlib çatan kimi ona orada şirkət müdürlüyü falan verəcəklər, açarı verəcəklər ki, "Vəsə gir bu sənin otağın, iş yerin." Yəni ümumiyyətlə belə deyək, həmin bu tip insanların xaricə köçmək istəyi sizcə bir iqtisadi çıxış yoludur, yoxsa sadəcə bir bəhanədir? Hər şey individualdır. Xaricə gedən insan niyə gedir? Əgər sən fikirləşirsən ki, mənə burada qədrimi bilmirlər, gedirəm orada mənə heykəl qoyacaqlar, sən yanılırsan və gedib orada məyus olacaqsan. Çünki əgər sən bacarıqlısansa, əgər Azərbaycanda bizim nədir o müxtəlif biznesmen nümunələrimiz var da, Kontakt Home-un müdürü kimi səliqəli, biznes konseptli, kreativ bir adam da var və Şəruru İsfəndiyar müəllim kimi sırf götürdüm, tikdim, qazandım və uğurlu oldum nümunələr də var.